Donald Trump'ın Türkiyə və Azərbaycanla münasibətlərdə praqmatik və strateji yanaşma sərgiləməsi onun qondarma erməni soyqırımını tanımaması ilə daha da konkretləşdi. Bu yanaşma isə ABŞ-da erməni lobbiçiliyi ilə məşğul olan dairələrdə böyük narazılıq doğurub. Bunun bariz nümunəsi kimi bir neçə gün öncə Tom Lantos adına İnsan Hüquqları Komissiyasının təşkil etdiyi və Azərbaycanı hədəfə alan dinləmələri göstərmək olar. Sözü gedən dinləmələrdə iştirak edənlərin siyahısı da bu kampaniyanın məqsədli xarakter daşıdığını təsdiqləyir. Komissiyanın Rusiya və Avrasiya proqramının demokratiyanın inkişafı üzrə Milli Fondunda fəaliyyət göstərən və Azərbaycanafob və Türkəfob mövqeyi ilə tanınan Miriam Lansky dinləmələrdə ən fəal simalardan biri olub. Daha diqqət çəkən məqam isə dinləmələrə Ermənistanın vaxtı ilə Qarabağda qurduğu və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma rejimin keçmiş dövlət naziri Artaq Beqlaryanın dəvət edilməsi idi. Eyni zamanda ABŞ-da fəaliyyət göstərən ən radikal erməni diaspor təşkilatının icraçı direktoru Aram Ambaryan da dinləmələrdə çıxış edərək Trump administrasiyasını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Bu şəxslərin çıxışlarında əsas motiv Artsaq xalqının soyqırımına məruz qalması, ermənilərin etnik təmizləməyə məruz qoyulduğu, Azərbaycan dövlətinin isə beynəlxalq hüquqa zidd addımlar atdığı iddialar olub. Beqlaryan hətta Freedom House və digər QHT-lərin hesabatlarında istinadla Azərbaycanın Qarabağda güya etnik təmizləmə apardığını iddia edib. Halbuki, beynəlxalq hüququn mövcud normalarına görə Azərbaycanın öz suveren ərazisində separatçı rejimə qarşı keçirdiyi tədbirlər tamamilə legitim və daxili təhlükəsizlik çərçivəsində dəyərləndirilir. Bu baxımdan Beqlaryanın mövqeyi əslində separatçı ideologiyanın təbliğatçılarının qeyri-real bir mübarizəsi kimi qiymətləndirilir.